Sizə indi elə bir texnika deyəcəm ki, doğrudan da bir ömür sizin danışığınızı gözəlləşdirəcək. Ona görə yaxşı danışmırsınız ki, ağzınız, diliniz, dişiniz, dodaqlarınız tənbəldir, onlardan düzgün istifadə eləmirsiniz. Bunun üçün biz nə edirik? Ptiki, ptka, ptko, ptku. Bax, bu sözlərlə olan saytların hamısını bir-bir deyin. Görəcəksiniz ki, danışığınız yaxşılaşacaq və bu zaman artikulyasiyanı bax belə ciddi işlədin. Daha sonra əgər çı, cı, şı, rı, istənilən səslə probleminiz varsa, onu bax bu şəkildə damaqla dili toqquşdurun. Məsələn, aç, ça, ça, aç, açar, qaça, qaça. Bax, o sözləri bir yerdə toqquşdurub deyərsiniz və bu sizin danışığınızı çox gözəlləşdirəcək. Bu demək deyil, insanlarla da belə-belə danışmaq lazımdır. Sadəcə olaraq belə məşqlər eləyin ki, çənəniz tənbəllikdən qurtulsun. Bir şeyə də fikir verin. Əgər çənəniz tənbəldirsə, siz bu tapşırığı eləyə bilməyəcəksiniz. Məsələn, bax bunu 4 barmağınızı ağzınıza salmağa çalışın. Görün, alınırmı? Baxın belə. Əgər sala bilmirsinizsə, deməli, çənəniz doğrudan da tənbəldir və bu məşqləri mütləq eləməlisiniz. Buyurun.